Burada deməli nə demək istəyir? Birinci baxın 9, 3 bucaq 3'ə baxırıq. 3 bucaqda olduğuna görə gedirəm 3 bucağa, yəni bura baxıram. Burada a kvadrat verilib. Deməli biz a kvadratını 9'a bərabər eləyirik, a'mız olur 3. Yəni 3'ə görə hərəkət eləyirik. B'miz də artıq 3 verildiyinə görə b də 3 olaraq qalır. Yerinə qoyuram. Burada yerinə qoyuram. 2 vurulsun a, artıq a'mız 3 olduğuna görə 2'ni 3'ə vururam. Eləyir 6. Kvadrat işarəsi b kubudur. B'miz də 3 olduğuna görə b'nin də yerinə 3 qoyuram. 3'ün də kubu eləyir 27. İndi 6 kvadrat 27'yə görə işləyirəm. O da kvadrat işarəsi olduğuna görə düşüb təzədən burada qoyuram. A'nın yerinə 6 qoyuram. 3b də artıq 3b'mizə 27'yə bərabər eləyirik. B'miz olur 9. Bu dəfə b'ni 9 olaraq davam edirəm. Yerinə qoysam a'nın yerinə 6. B'nin yerinə də 9. 9'un kvadratı da eləyir 81. 6 plus 81 eləyir 87. İndi biz almışıq 87 mötərizənin ikinci cavabını. 87 və 12'yə görə davam edirik. Və yenə kvadrat işarəsi olduğuna görə kvadratın qaydası belə idi. A kvadrat 3b bərabərdir a üstə gəlsin b kvadratı. Kvadratda 87 və 12'ni qoyuruq. A'nın yerinə 87, 3b olduğuna görə 3b'ni bərabər eləyirəm 12'yə, b bərabərdir 4 olur. 4'ə görə işləyirik. B'nin yerinə də 4. Bərabərdə A'nın yerinə 87, üstə gəl B'nin yerə, yəni 4, 4'ün kvadratı 16. Bu da eləyir 13 yazıram 1 yada, 9 yada da 1, 10. Yəni yekun cavabımız olur 103.